Yetbe'ül meyyite selase. Üç şey cenazeye teslim olan. Yani onu takip eder kabir evine kimi. Ve yarcu isnani ve yabga vahid. Onun ikisi kabir evinden kaydar ve biri onunla baki olan. Yarcu ehlihu ve maluhu. Onun ehli, ayalı, dostu, tanışı, iş yoldaşlar, qohumu, əqrəbəsi ve aynı zamanda onu takip eden minikler. Yani onun malı mülkü kabir evinden kaydar. Ve yabga vahid a'maluhu. Allah Peygamberimiz buyuruyor ki onunla baki olan, onunla beraber orada kalan onun emelleridir. Allah Subhanahu ve Teala Kur'an-ı Kerim'de buyuruyor. Kullu nefsin zâiketul mevt. Her bir nefs ölümü tadacak. Ve nunabluvakum bi'ş-şerri vel hayri fitne. Ve her biriniz dünyada hayır ve şerden imtihan olunacaksınız. Hakikaten biz imtihan yurdunda kime ölümün ne vakit geleceği bilinmir. Ben kardeşle beraber yani xəstəliyə tutuldum kardeşten bir iki ay qabaq. Kardeşin hiç haberi yok idi benim xəstəlik, yani benim öz xəstəliyimdən. 3 dəfə geldi getdi yanıma, yani ağır xəstəliyə tutulmuş. 3 dəfə geldi getdi yanıma, beni yana yemək, içmək, ona buna birbirimize nəsihət elədik. Dünyanın fani olduğunu, elhamdülillah bir gün en esas Peygamberimiz sallallahu aleyhi ve sellem hadislerinden birbirimize hatırlatmalarla belki 2 ay sonra kardeşin özü xəstəliyə tutuldu. Onun barədə yazılan qədər onu qabakladı. Rauf kardeşimiz barədə yağın ki buradakiler hamısı tanıyır. Kardeşimiz İslam'ın 5 erkanından demək olar ki 5'ine de əməl etmiş kardeşimizdir. La ilahe illallah Muhammed Resulullah şehadetin getirdikten sonra Allah Subhanahu ve Teala hiçbir şerik koşmayan ve Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem'in dinine hiçbir yenilik getirmemiştir. Namaz kılır, oruç tutmuştu. Aynı zamanda Ramazan orucundan savayı kardeşler şahit ki o sünnet oruçlarına da emel etmişti. Allah Subhanahu Teala müveffek etmişti. Elhamdülillah Allah Subhanahu Teala'nın evin Kabe'ni hac etmişti. Ve aynı zamanda bizimle de bir neçə defa ümre etmişti. Ve Allah Subhanahu ve Teala Peygamberimiz sallallahu aleyhi ve sellem hadiste buyurur. Kim Allah'la görüşmeyi severse Allah Subhanahu ve Teala da onunla görüşmeyi sever. Kim Allah'la görüşmeyi istemezse Allah Subhanahu Teala da onunla görüşmeyi istemez. Kardeş Allah Subhanahu Teala ile görüşü sevirdi. Ve Allah Subhanahu Teala'dan da istiyor ki o yer üzerine öz sevgisinin birini verir. Ve o biri sayesinde biz hamımız buraya yığışmışız. Onu seven ana, ata, zövce, evladları ve bütün dostu, tanışı burada yığışanlar hamısı o bir sevgidir. Allah Subhanahu Teala 99 sevgisini onun için görüşe hazırlıyor. Allah'tan istiyor ki Allah onunla o 99 sevgisiyle muamele etsin. 99 sevgisiyle onu karşılasın. Ona, onun ailesinin əvəzinə gözəl ailə, dostların əvəzinə gözəl dostlar nəsib etsin. Onu cənnətlə müjdələsin. Və hamımız da bu mənzərədən ibrət alaq. Kim dünyadayken buraya için hazırlaşıbsa ne güzel, ne hoş onun halına. Ve kim bu mənzərədən ibrət almayıb, yine de əvvəlki həyatına devam edirsə, vallahi bilsin ki, könüllü veya könülsüz, öz iradesiyle veya da qeyri öz iradesiyle gec-tez o da bura koyulacaq. Gec-tez bura koyulacaq. Ona göre bu mənzərədən ibrət alaq. Eyni zamanda Peygamberimiz sallallahu aleyhi ve sellem buyurur ki, kardeşiniz axırıncı addım sesiyle imtihan olunur. Onun için bir dua edin ki Allah Subhanahu Teala onu burada sabit etsin. Ve sonunda bir hadisi de hatırladım. Peygamberimiz sallallahu aleyhi ve sellem bir gün bir cenaze giderken Resulullah sallallahu aleyhi ve sellem kalkır deyir vacebet, vacebet, vacebet. Sonra diğer bir cenaze gelir. Peygamberimiz sallallahu aleyhi ve sellem bu sefer yine de deyir vacebet, vacebet, vacebet. Resulullah sallallahu aleyhi ve sellem'den bu mənzərəni izleyen sahabeler soruşurlar. Ya Resulullah her iki cenazeye aynı sözler dedin. Lakin insanlar onlar vardı farklı sözler danışırdılar. Peygamberimiz sallallahu aleyhi ve sellem deyir ki birinci cenazede insanlar o cenaze giderken ham onu pisledi. Dedi vay olsun ne pis adam idi. Ne yaşı ki yer üzeri beləncə bir insandan kurtuldu. Günahkar idi, falan idi, zinakar idi. Falan besmeken pis sözler. Ve sizin deyir ona şehadetiniz, şahidliğiniz onun için deyir kifayet etti. Ben de dedim onun için cehennem vacip oldu. Vacip oldu, vacip oldu.
ve sonraki deyir cənazə gedərkən hamınız deyir o insanı təriflədiniz. Hamınız onun barədə xoş sözlər dediniz. Onun gözəl insan olması, ibadətlərdə səhlənkar olmamasını dediniz. Və mən də onu barədə vacəbət, onun üçün cənnət vacib oldu. Vacib oldu dedim. Qardaşımıza hamımız, inanmıram ki burada bir nəfər Rauf qardaşımızın barədə nəsə mənfi bir şey bilir. Onun xoş söz, hərəkətlərini, ibadətlərini, o bizim üçün bir mərifət, mədəniyyət, əxlaq nümunəsiydi vallahi. Vallahi, billahi, tallahi. Və necə gözəl mənə səbri tövsiyə eləyirdi. Həmin xəstəliyim zamanı, xəstəliyim anında onun səslərini dinləyirəm. Axırıncı günə kimi mənə atdığı tövsiyələr, səbir və Allah yanında görüş barədə, Allah Rasulü ilə görüş barədə, sahabələrlə görüş barədə. Allah'tan istəyirəm ki, Allah da onu sahabələrlə, Allah Rasulü ilə və onun dostları ilə görüşdürsün. Onun barədə Allah subhanahu cənnəti vacib etsin. Subhanək Allah'u və bihamdik. Və əşhədu en la ilahe illə ente estağfiruke və etûbü ileyk. Möhtərəm qardaşlar, inşallah birinci gün harada olacaq? Heydər məscidində saat 11'də yəni məclis olacaq.